Bəhruz Əsgərov, həmin bu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publika Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, deməli, qanunsuz şəkildə, məsələn, kimisə tapşırığını icra edərək, Şahbuz rayonunun Kolanı kəndində hər qapının ağzına yol çəkib. Məsələn, Şərur rayonunun Tərənəm kəndinə yol çəkib. Tərənəmin bir Şahbuza nə dəxli var? Şahbuza dəxli belə var ki, mən bilirəm, Şahbuzluya dəxli var. Tərənəm bilirsiniz, Tərənəm Əli Həsənovun kəndidir. Əli Həsənovun qardaşı oğlu Anar Həsənovla da Naxçıvanın səlahiyyətli nümayəndəsi Fuad Nəcəfinin çox yaxın dostluq əlaqələri var. Hətta bir ara Anar Həsənov Naxçıvanda mütləq söz sahibi idi. Rayon icra hakimiyyətlərinin kurassiyasını qeyri-qanuni şəkildə Fuad Nəcəfli Anar Həsənova vermişdi. Ondan sonra bir sıra iqtisadi sektorun kurassiyasını ona vermişdi. Məsələn, Melioratçı o baxırdı, Kənd Təsərrüfatı Nazirliyinə o baxırdı. Başqa bir sıra iqtisadi sektora aid olan dövlət orqanlarına ümumi rəhbərliyi Anar Həsənov həyata keçirirdi. Biz bunu dəfələrlə gündəmə gətirmişik. Hətta mən eşitdiyimə görə prezidentə məruzələr də məruzələri hər 3 aydan bir məruzə Bəli, yazılmış. doğru, siz düz eşitmişsiniz. İndi belə bir yabırçılıq olar. Deməli, sən məruzə də yazanmırsan. Ay tender satan yox, onun pendir satan. Ay pendir satan sən. Deməli, məruzə də yazanmırsan da. Ümumiyyətlə, əlifbanı bilirsən sən. Səni gətirib qoyublar ora. Məlum oldu ki, səni o ODTÜ-dən qovublar. Məlum oldu ki, sən, nə bilim, o Misir Mərdanov idi da nazir. Bəli. Bakı Dövlət Universiteti rektoruydu da. Misir Mərdanovun papağından çıxıbsan. Bundan hamısı məlum olub. İndi də məlum olur ki, sən heç məruzə yazanmırsan. Sən ümumiyyətlə əlifba tanıyırsan. Biz Anar Həsənovla bağlı məsələni dəfələrlə gündəmə gətirmişik Heydər bəy. Siz rəhbərlik elədiyiniz Ovqat.com saytında bu barədə məlumatları vermişsiniz. Biz Prime TV-də hörmətli Agim Muradxanlının efirində bu barədə danışmışıq. Burada danışmışıq dəfələrlə. İndiyə qədər bizim verdiyimiz bu məlumat təkzib olunmuyub. Yəni 3 ay bundan qabaq danışmışıq, 6 ay bundan qabaq danışmışıq, 1 il bundan qabaq danışmışıq, təkzib olunmuyub. Deməli biz doğru deyirik və düz deyirik. Qardaş, mən məlumatlar paylaşdım. Ləğv olunan tenderlər, ləğv olunan. Bir həftənin içərisində o deməli 22 dənə tender ləğv olunmuşdu. İzah verin də niyə ləğv edibsiniz? O ki sənətdir. Burada deyə bilərsiniz, hə burada bizim sənədimiz yoxdur. Biz nə bilim qulaqdan duyma məsələlərdən danışırıq. O ki sənəd idi. O ki həmən o Cavid Qurbanov deyil. Nə idi onun familiyası? Cavid Cəlilov. Ceyhun Cəlilov, baş nazir. Ceyhun Cəlilov. Mən də Onları qarışdırırsan arada. Cavid Cəlilovun Ceyhun Cəlilovun özünün imzası ilə ləğv olunmuş tenderlər var. Adama deyərlər, bala, sən bu tenderi niyə vermişdin, niyə ləğv edirsən? Səbəb nədir? İndiyə qədər niyə açıqlama verməyibsiniz?